Mədəniyyətin və mədəniyyətsizliyin səsi və görüntüsü tam fərqli tonda olur. Biri ruhu xoş tutur, ürəyi dağa döndərir, digəri isə ruhu incidir, ürək dağlayır. Apardığım iki müqayisəni əlaqələndirirəm. Növbəti dəfə Qəbələdə Beynəlxalq Musiqi Festivalı keçirilir. Burada dillər fərqli olsa da mədəniyyət ortaqdır. Dünyanın müxtəlif güşələrindən gələn sənətkarlar eyni səhnəni bölüşərək müxtəlif janrda əsərlər təqdim edirlər. Bu sırada dahi bəstəkar Üzeyir Hacıbəylinin və dahi vokalçı Bülbülün də yaradıcılığı xüsusi yer alır. Sözsüz ki, buradakı hər bir not incəsənətə, yaradıcılığa verdiyimiz qiymət və dəyərin səsidir. Bu isə ermənilərin verdiyi qiymətdir. Doğrudur, musiqinin sərhədi yoxdur. Amma mədəniyyətin var. Bunu Azərbaycanın mədəniyyət simaları Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın güllələnmiş heykəlləri fonunda rahatlıqla demək olar. Bu abidələr erməni vəhşiliyinin, mədəniyyətsizliyinin görüntüsüdür. 1992-ci il mayın 8-də Şuşanın işğalı zamanı qədim, tarixi mədəni abidələrlə yanaşı bu heykəllər də atəşə tutuldu və erməni qəsbkarlarının qurbanına çevrildi. Natəvanın baş barmağı yoxdur. Üzeyir bəyin eynəyi sındırılıb. Bülbülün isə tunc alnı qabarıb. Amma bununla kifayətlənməyən və heykəllərə qarşı belə vandallıq edən erməni işğalçıları büstlərin tunc materialına da göz dikdilər. Abidələrdən gəlir əldə etmək məqsədi ilə əvvəlcə İrəvana, sonra da Gürcüstana apardılar. Gürcüstanda yaşayan həmvətənlərimiz təsadüfən bu heykəlləri gördülər. Bununla bağlı müvafiq qurumlara məlumat verdilər. 1993-cü ildə ümumilli lider Heydər Əliyevin müdaxiləsindən sonra heykəllər Bakıya gətirildi. Bir vaxtlar doğma yurtda, Şuşada ucaldılan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın büstləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində qərar tutdu. 2000-ci ildən muzeyin kolleksiyasına daxil edilən erməni vandalizminin vəhşi xislətinin daha bir sübutu olan güllələnmiş heykəllər yenidən öz doğma məkanlarında ucaldığı günü gözlədilər. 2020-ci il 8 noyabrda Müzəffər Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək Qarabağın incisi Şuşa şəhərini də işğaldan azad etdilər. Yurt yuvasından didərgin düşmüş, məcburi köçkünə çevrilmiş güllələnmiş heykəllərin də həsrətinə son qoyuldu. Prezident İlham Əliyevin çıxışlarının birində dediyi, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq sözləri reallığa çevrildi. Güllə yerləri, güllə izləri, güllələrin izləri. Natəvan, Üzeyir bəy, Bülbül, milli ruhumuzun təcəssümüdür. Güllələnmiş heykəllər kimi tanınan büstlər artıq öz evlərinə, yurtlarına qovuşub. İndi onların ruhu şaddır. Dahi şəxsiyyətlərin büstləri bizim qələbəmizin rəmzidir. Üzeyir bəy, Bülbül və Natəvan milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi isə bizim qəlbimizdə əbədi yaşayıb və bundan sonra da yaşayacaq.